Axşamınız xeyir olsun, salamlayım hər-birinizi. İlk öncə təbrik edirəm Sabahı. Həm yaxşı qalibiyyət üçün, həm yaxşı oyun göstərdikləri üçün, həm yaxşı kollektiv olduqları üçün uğurlar arzulayıram. Və əlbəttə ki, azarkeşlərimiz, hər iki komandalarımıza təşəkkür etmək istəyirəm. İlk öncədən sonra ola bilər yadımdan çıxsın. Bir daha yaxşı futbol havası, yaxşı futbol atmosferi var idi. Əvvəlki onlar bəlkə daha maraqlı olmuş, daha bol qollu olmuşdu azarkeşlər üçün, amma bu oyunda ümumi baxanda yaxşı mübarizə oldu, yaxşı hücumlar oldu. Sadəcə biraz sonluqlar çatmadı. Və özümüzə gəldikdə daha yaxşı oynamalıydıq və daha yaxşı oynaya da bilərdik. Əfsuslar olsun, bunu bacarmadıq. Yəni Sabah haqq eləyən qalibiyyəti əldə elədi və biraz qarşıda çox sıx bir qrafikə giririk və çox yaxşı rəqiblərə qarşı, yəni həm kubok oyunu, həm yenidən iki çempionat oyununu neftçilə biraz çox sıx qrafikə giririk. Amma biraz pozitiv notlarda qarşıya baxmalıyıq, önə baxmalıyıq və komandanı əvvəlki istəyinə, əvvəlki oyun nizam-intizamına qaytarmalıyıq. Çox çalışdıq belə, ümumiyyətlə axır vaxtda biraz onun üzərində çox işləyirdik. Həm məşqlərdə, həm ümumiyyətlə teoriyalarda ki, biraz oyun nizam-intizamında biraz çatışmazlıqlar var idi. Bəzi oyuncuların performansında, yüzdə performansında çatışmazlıqlar vardı. Belə ümumi pisdə getmirdim məşqlərdə, amma görünən oldu ki, deməli az oldu və dediyim kimi qarşıdakı onlara hazırlaşacağıq və uğurlar həm Sabaha, həm də özümüzə. Suallara keçə bilərik, buyurun. Buyurun. Əlbəttə, sportun bazı keçmiş olsun. Bəzi futbolçularda sürüşmə var idi. Xüsusən Qadi, Zubir, Kevin də sürüşüb. Nə ilə bağlı idi? Deməmişdim, onlar sürüşəsidir. Yox, yəni bu düşünür, buna görə Oynadıqları ayaqqabılardır. Yəqin onlar olduğu yer belə sürüşkən idi bəlkə də. Belə olur, yəni ümumiyyətlə dünya futbolunda biz bunu çox görürük, belə hallar. Amma daha da məhkəm durmalıdır ayaq üstə. Bir də bu komandada İslami layiq olduğu sonra bu Elvin Abbas məsələsi bu heyətdə yox idilər. Ayrı-ayrı futbolçuların dəfələrlə demişsiniz, hədsiz dərəcədə təkliflərinin çoxluğu var. Rəqiblərin analizi var, öz komandanızın analizi, növbəti oyuna hazırlaşmaq. Yəni bu qədər yüklənmənin fonunda, komandada son vaxtlar bu qədər baş verən proseslərin fonunda bezdiyiniz, yorulduğunuz an olunu və hal-hazırda özünüz necə hiss edirsiniz? Yorulmaq belə deyək, yəni mən ümumiyyətcə bir məşqçi olaraq yorulmağı düşünməli deyiləm. Bəli, biraz çatışmazlıqlar var, biraz gərginliklər var, ümumiyyətcə səbəb olaraq demək istəmirəm, biraz Çempionlar Liqasının komanda qrupuna düşdü, sonra yaxşı oyunlar, yaxşı nəticələr verdi, biraz yenidən belə deyək, çempionata toparlana bilmədilər. Yenidən biz öz oyunumuzu, öz tempimizi geri qaytara bilmədik. Burada bəzi səbəblər var. Bəzən sıx qrafik, hansı ki, komanda əgər yorulsa, onu yenidən biz o yorulmuşluqdan tam istədik kimi çıxara bilmədik. Bizim sanki, necə deyim, daha çox bir yerdə məşq etməyimizə ehtiyac var idi. Yəni, komanda olaraq, bəli. Amma bizim neçə ay idi, biz elə ancaq oyun 3 gündən bir oyun, 4 gündən bir oyun, istərsən rotasiyalar, biraz da oyun sənin istədiyin keyfiyyəti, oyun keyfiyyətini qoruyub saxlaya bilmirsən. Yəni, bu səbəb olaraq deyil, amma yəni, bu bizə mane olan tərəflərdən biridir. Amma hər bir halda biz illər boyu yəni, belə bu cür oynamışıq, bu cür gəlmişik. Sadəcə, belə deyək, bu il həm çempionat, həm Sabah ümumiyyətlə daha yaxşı formalaşıblar, daha necə deyim, aktivdirlər, daha kompleks olaraq daha hazırlıqlıdırlar. Həm fiziki baxımdan olsun, həm texniki, həm taktiki baxımdan olsun. Və çempionat get-gedə hamı bir-birini tanıyır. İstərsən bir komandaya qarşı, bir rəqibə qarşı bir neçə daha çox oyun keçirdikdə get-gedə ona qarşı daha inamlı olursan. Və
belə deyək, bir çempionatda komandalar öz qabiliyyətlərini yaxşılaşdırdılar. Biz çempionata istədiyimiz formada hazır ola bilmədik. Sanki fikir köklənmişdik Çempionlar Liqasına, amma biraz bəzi rotasiyalar, bəzi hər iki belə deyək, cəbhədə öz oyunumuzu qoruyub saxlaya bilmədik. Bu biraz problem oldu, amma hər bir halda ümumi görünür ki, mən yox, biraz kollektivdə yorğunçuluq var. Yəni biraz psixoloji olaraq, biraz beyin olaraq, biraz yorğunçuluq var. Bu da normal haldır. Yəni bunu biz dünya təcrübəsində, dünya futbolunda görmüşük. İstənilən böyük klublarda görsən belə bir period olur və sadəcə mən bir məşqçi olaraq, rəhbər olaraq bunu biz normal qəbul eləyərək qarşıya önə pozitiv baxmalıyıq və qarşıda çatışmazlıqları yavaş-yavaş qaldırmaq üçün. Buyur orada. Bu reallığı son illərdə ölkəmizin və Qarabağın yaxşı oyuncularına görə elində fərqli yedirdi. Yəni, Çempionlar Liqasında yaxşı oyuncular göstərdi. Bütün bunları nəzərə alıb, onu bağışlamaq olar mı? Hələ ki, yəni bilmirəm, yəni biz zaten bugünə kimi belə deyək də bağışlı gəlmişik. Tək onu yox, ümumiyyətcə, yəni biz özümüz bu yolu keçmişik, biz özümüz futbolçu olmuşuq, yəni bizim də səhv etdiyimiz vaxtlar olub, biz də cərimələnən vaxtlarımız olub və biz bundan nə cür nəticə çıxarmışıq, yəni ümumiyyətcə və digər oyuncular nə cür nəticə çıxarırlar. Belə, yəni bu da bəzi səbəblərdən biridir, oyuncular ayrı-ayrılıqda belə deyək də, yəni bu cür rəqiblərə qarşı, bu cür yükün altına girməyi düşünmürlər ki, bəs bizi qarşıda hansı, nə cür oyunlar gözləyir, hansı bizi vacib bir xal, vacib üç xal gözləyir və bəzən məğlubiyyəti, necə deyim, belə, nə cür qəbul edirsən məğlubiyyəti. Yəni, məğlubiyyətdən sonra sənin yaşam tərzin necədir? Çox nüanslar var belə, amma bugünə kimi, yəni, yəqin ilk hal deyil, belə eşitmişsiniz bəzən, bəzi oyuncular cərimələmişik. Üstündən biraz keçib 1 oyun, 2 oyun, 3 oyun, 5 oyun. Ümumi, yəni, hələ hər şey qarşıdakı ümumi gedişata baxacaq, amma yəni, çox futbolçunu bağışlamışıq bugünə kimi. Buyur Esin. İki sual var. Biri Elvinlə bağlı. Sami Mayin Zagrebə qayıtdığını deyirlər, həqiqətən qayıtdı. Bir də Elvinlə bağlı. Elvin mənə verdiyi müsahibədə demişdi ki, yayına Qurbanondan görüşdü, mənə deyir ki, düzəlməsə səni komandadan göndərəcəm. Bu gün də Elvin Cəfərquliyevin insansızlığa görə komandadan göndərilmiş, əvəzinizi göndərilmiş. Yəni, onun problemi nədir? Ümumiyyətlə, yəni bundan sonra onu bağışlamaq deyirsiniz, o futbolsunu bağışlamaq. Son baxın dəfələrlə bağışlaması deyilir, yəni fikirləşdirməsi. Bu da nəyə görə bu dəfə, yəni, belə qərar verirsiniz? Ümumi belə, necə deyim, bir sevindirici tərəfi odur ki, yəni nə var onu danışıb, onu deyib. Ki, necə söhbətimiz olub, necə olub ümumiyyətcə. Yəni, mən istənilən təkcə Azərbaycan, ümumiyyətcə istənilən futbolçunun mən yanındayım, onun arxasındayım. Mənim bugünə kimi olmayıb ki, hansısa bir futbolçunu, belə deyək də, futbolçunun inkişafını düşünməyim, daha yaxşı olmasını düşünməyim və yaxud onun yaşam tərzini düşünməyim və yaxud onun gələcəyini düşünməyim. Bugünə kimi belə hal, yəni ən zəif oynayan futbolçu belə, hətta ola bilər il ərzində bir dəfə, iki dəfə, üç dəfə meydana çıxan futbolçunun belə mən gələcəyini düşünmüşəm, onunla danışmışam, söhbət eləmişəm. Mən yenə bir məşqçi kimi, yəni bir səbəb olaraq bunu atmıram ortaya. Sadəcə futbolçuların, insanların bir müəyyən yaş müddəti olur, müəyyən o belə daha populyar olan vaxtları olur. Orada gərək futbolçu insan daha möhkəm olmalı, daha xarakterli olmalıdır. Yəni axır vaxtlar yəni dediyim kimi həm təkliflər hansısa bir futbolçulara, həm ümumi yəni bu Elvini götür, Elvindən danışaraq götürsək, orada oturma, burada otur, burada olma, orada ol, o çağırsın, bu çağırsın, o
nə bilim veriliş, yəni belə həddindən çox danışılır və Çempionlar Liqasında turun oyunçusu oldu, yaxşı asistlər verdi. Yəni mən ümumiyyətlə futbolçulara çatdırıram ki, fərqi yoxdur, idmançı olsun, istənilən növ idmançı olsun. Yəni bir oyun və yaxud bir uğur bu demək deyil ki, sənin missiyan tamamlandı. Yəni burada bu klubdur, bu Qarabağ klubudur. Burada yəni görürsün, məsələn, bir oyun, iki oyun dursan, bir xal sənə mane olur. Sənin nəticənə və yaxud bir məğlubiyyət sənin nəticənə mane olur. O demək deyir ki, mən 2 oyun yaxşı oynamışam və yaxud Çempionlar Liqasında mən 3 oyun ən yaxşı olmuşam. 5-ci oyunu mən gəlim, vacib anda mən ən zəiflərdən olum. Vacib anda mən intisabsızlıq eləyim. Bağışlama söhbətinə gəldikdə mən belə, yəni, hələ ki proses gedir, proses davam eləyir. Amma mən yenə deyirəm ki, bəzən mən həmişə futbolçularıma deyirəm ki, digər klublar məni düzgün başa düşərlər. Bəlkə başqa addakı klubda hansısa bir nəyisə göz yummaq olar. Mən onlara həm legionerini bildirmişəm, həm yəni öz futbolçularıma bildirmişəm. Amma bunun adı Qarabağdırsa, burada biz göz yuma bilmərik. Bir dəfə, iki dəfə, üç dəfə. Biz hər bir futbolçunu çalışmalıyıq ki, oyuna tam hazır formada hazırlamağa, çıxartmağa. Buna görə biraz elə nüanslar var ki, yəni cərimə olunub, yəni bu klub daxili bir şeydir, yəni cəzalanıb, klub daxili bir şeydir. Amma hər bir halda dediyim kimi fərqi yoxdur. İstər Qarabağda olsun, istər digər klublarda olsun. Yəni futbol elə bir oyundur ki, burada stabil olmaq lazımdır. Yəni burada mən 15-20 qol vurmuşam və yaxud 30 qol vurmuşam, mən əşbir 2 oyun, 3 oyun qol vurmaya bilərəm. Çünki burada xal fərqi 2 xal, 3 xal, 1 xal, elə bir oyunda və sonda günahkar kim olur? Əlbəttə ki, məşqçiyə yönəlir hər şey. Amma hər bir halda yəni mən onların uğurunu, onların əziyyətini mən yerə vura bilmərəm. Yəni mən onların daima yanında olmuşam, daima onların etdiklərini özlərinə də demişəm, yaxınlarına da demişəm kim görüşəndə və ümumi iclaslarda bildirmişəm ki, siz həqiqətən məsələn, keçən ilki bu məğlubiyyəti belə deyək də, mən narahat olduğum nədir? Onlar o Çempionlar Liqasındakı uğuru düşünərək çempionatı biz belə yola verməli deyilik. Yəni biz məğlub olsaq da belə, mən oyundan razı qalmalıyam. Məsələn, bugün mən oyundan razı qalmadım. Məsələn, əvvəlki oyunlarda, baxmayaraq rəqibi indi məsələn 10 nəfər oynayırdı, mən oyundan razı qalmadım. Amma əvvəlki oyunlar, hansı ki, Kubok 2-2, digər 3-3, yəni bu daha məğlub olardıq oyunu, mən oyundan razı qalmışdım. Çalışmazlığım var idi, bəli, mən futbolçuları belə deyək də, o hazırlığını bilərək, onların o yorğunçuluğunu, onların o çempionata köklənməyi bilmədiyini bilərək mən daha belə deyək də, pisini gözləyəm, amma daha yaxşısını görmüşdüm. Bugün biraz vaxt keçmişdi, bu oyuna biraz bir yaxşı, 4-5 məşq bir yerdə elə etmişdi komanda, sanki belə pis deyildi, görünür. Bəlkə daha, belə deyək də, daha da incələməliyəm oyuncuların ümumiyyətcə, həm yaşam tərzini, həm da belə hər tərəfli, yəni. Onun oyunla bağlı zaten bilirdikcə də biz onu əvəzedici heyətə göndərmişdik. Sadəcə klubla razılığa gəldilər, qarşılıqlı ki, müəyyən müddət. Müzakirə belə qayıda bilməz məncə, o yəqin ilin sonunda elə, maydan sonra qayıdar. Ümumi ki, yəni biz razılığa gəldilər ki, bizim əvəzedicidə məşq etməyə də bilər. Yəni bu günlərə kimi məşq edirdi, sadəcə orada məşq etməyə də bilər. Qarşılıqlı yəqin imza atılıb hər şey ki, bizim bir-birimizə hər hansı bir etirazımız yoxdur. Hansısa bir dəyişikliklər olacaq böyük ehtimal, amma yəni dediyim kimi yenə biz bu komandaya qarşı oynayırıq, hansı ki, çox sürətli, çox fiziki hazırlıqlı, çox texniki, taktiki hazırlıqlı bir komandaya qarşı oynayacaq. Nələrsə düşünəcək, nələrsə dəyişəcək, amma
hər bir halda biz sonraki mübarizə aparacağıq istənilən oyunda. Ayda xanım. Əslində ilk suallarımı birləşdirəcəm. Avropa Kup oyunlarında Leandro Andrade çox vaxt 60-cı dəqiqədən sonra vətənini və siz açıqlama vermişdiniz. Artıq çempionatlarda 90 dəqiqə oynayır, hətta bir oyunlarda, yəni sabah kimi rəqiblərə qarşı da. Bu daha çox məcburiyyətdən belədir ki, Aleksey Kaşın formasından çox aşağıdır ki, siz Leandronu əvəzləmədən 90 dəqiqə oynamaq qarşısınız. Yəni alternativ çox aşağı yerdə qalır. Və Aleksey Kaşın artıq karyerası, Qarabağ karyerası bitdi deyə bilərik. Yəni, heç şans qazanmır. Ümumiyyətcə, Avrokuboklardakı oyunlarla bu oyunlar, çempionat oyunları biraz fərqlidir. Nəinki orada sürət, dinamika, güc, ümumiyyətcə, psixoloji hazır olmaq da çox vacib bir səbəblərdən biridir. İstərseniz o oyunlarda biraz gərginlik olur, biraz həyəcan olur və bunlar da futbolçunu belə deyək, biraz daha tez yorur. Andrade ümumiyyətcə belə indi özünüzə görün, çox intizamlı məşqində, intizamlı oyunlarda, intizamlı davranışında, yəni iş xarici, yəni çox intizamlı birisidir. Amma hər bir halda yəni burada belə deyək də 90 dəqiqə oynamaq yəni görünən gücündədir. Yəni bundan həm də ki futbolçuya bir imam vermək də lazımdır ki, mən 90 dəqiqə oynaya bilirəm və o gərginlik sonraki gündə. Amma burada biz bəzi belə deyək epizodlara göz yuma bilərik, amma Avroliqada, Avropada göz yuma bilmərik və həmin biz daha tez məğlub ola bilərik. Belə və Qaşıqla bağlı yəni rəqabəti uduzub bugün. Bugün yəni biz dəfələrlə oldu. Neçə oyun oldu biz onu əsas heyətdə oynatdıq və sonra da meydana girdi. Sadəcə biraz o dediyim bəzi oyun intizamsızlığı ümumiyyətlə kollektivdə hansı ki, mən istəyirəm ki, o daha çox təcrübəsi olan futbolçular bir yerdə oynayıb oyun insanlarda keyfiyyətini yaxşılaşdırsınlar. Belə adımlar atılır, amma qarşıdakı onlar yenə, yəni bu o demək deyil ki, biz ona yollarımız ayrıldı, bitdi hər şey. Yəni qarşıda yenə oyunlarda lazım olacaq istifadə, yəni əsas heyətdə və yaxud sonra yenə meydana buraxacağıq. Aha, buyurun. Sport Asfaltı Qurban bəy, Qarabağın çempionluğu əldən verməsi azarkeşlərimizin etirazına, tənqidlərdə səbəb olur. Bunu necə qəbul edirsiniz? Düzüncə mən eşitmədim hansısa bir etiraz, narazılıq. Əksinə 89-90 dəqiqə idi səhvim. Oyun sonları idi. Azarkeşlər hamısı. Əsasən sosial şəbəkələrdə. Sosial şəbəkələrdə bilinmir kimlər yazır, kim nə edir belə. Bizim azarkeşlərimiz belə deyək də, hansı ki, bəli, bizim xeyli sayda stadiona gələn və gəlməyən azarkeşlərimiz var, amma bizim bugün daima bizim belə yanımızda olan, daima bizə belə deyək də daha çox diqqət ayıran azarkeşlərimiz bugün komandalarının yanındadılar və hər hansı bir narazılıq bildirmədilər. Amma sosial şəbəkələrdə ola bilər bir-iki hansısa bir fikir bildirilir, onu da baxmaq lazımdır. Bizim Qarabağ azarkeşdir, yoxsa Qarabağ azarkeş deyil deyə. Ümumən mən negativ bir şey yəni mənə gəlib çatmayıb, yəni görməmişəm. Çünki bizim azarkeşlər ümumiyyətcə yəni böyük təcrübəyə malikdirlər anar. Yəni onlar illər boyu çempion olublar, illər boyu çempion azarkeşlərdir və onların belə deyək də baxış bucağı biraz fərqlidir. Onlar bilirlər ki, futbolda bugün 3 il 4 dəqiqə uğur varsa, sonunda hansısa bir dəyişiklik ola bilər. Amma əgər yenə də deyirəm, etiraz da varsa da bu normaldır. Yəni mən ona elə bir hər hansı bir fikir bildirmək niyyətində deyiləm. Bizim hamısı özümüzüklər də azarkeşlərimizdir. Rəna xanım. Geçmiş olsun Qurbanlarım. Mənim sualım ki, bir neçə gün öncə siz doğum gününüz oldu, sözünü münasibəyəm. Bu Qurban Qurbanov olaraq, Qarabağın baş məşqi olaraq maraqlıdır. Özünüzə nə arzu etdiniz? Mən inanın ki, belə doğum gününə görə özümə arzu edən bir şey yoxdur. Mən həmişə
ümumən belə Allahıma şükür eləmişəm ki, mən bu dünyaya gəlmişəm və bu dünyada yaşayıram. Həmişə ondan, yəni ad gününə görə yox, ümumən belə əlbəttə ki, hamımız sağlam olmağı arzu edirik, hamımız işimizə sadiq olmağı, vətənimizə sadiq olmağı, yəni daima biz bunu istəyirik və belə də davam eləyir. Yəni belə desəm ki, nəsə böyük bir şeylər belə düşünürəm, belə yox. Yəni və bugünkü günə də, bugünkü ümumi duruma görə, ümumi vəziyyətə görə də çox razıyam Allahımdan və həmişə də şükür etmişəm. Başqa sual yoxsa çox sağ olun. Sağ olun, təşəkkürlər.